İlk yaz mövsümündə havaların nisbətən soyuq keçməsi cənub bölgəsində çiyələk yığımını 10-15 gün gecikdirsə də fermerlər məhsuldarlıqdan razıdırlar. Hazırda Lənkəranlı təsərrüfatçılar çiyələyin 1 kiloqramını 1 manat 50 qəpik 2 manata satırlar. Toplanan məhsul əsasən yerli bazarlarda satışa çıxarılır. Lənkəranda Darquba çiyələyi istər adı, istərsə də dadıyla çox məşhurdur. Lakin bu çiyələyin bir mənfi tərəfi var ki, o da az miqdarda olması və yalnız bir ay müddətində bazar piştaxtalarını bəzəməsidir. Uzun müddətdir ki, rayonun Darquba kəndində çiyələk yetişdirən fermer yığımın ilk günlərində məhsula tələbatın daha çox olduğunu bildirir. 30 ilə yaxındır ki, çiyələk əkirəm mən. Satış yaxşıdır, bazarda pula gedən məhsuldur. Amma çox olanda o da gelmir. Başqa rayonlardan gətirirlər çox, onda gelmir pula. Təsərrüfatçı deyir ki, artıq sahələrdə 2 dəfə dərim həyata keçirilib. Bu il çiyələk becərən fermerlər əsasən Türkiyədən gətirilən sortlara üstünlük veriblər. Səbəb isə onların həm məhsuldarlığı, həm də görünüşünə görə daha üstün olmasıdır. Torpaqdan asılıdır. Bizim torpağa yaxşı sevir o bitkiyi, ona görə burada yaxşı olur. Şirin olur, məhsulu böyük olur, yaxşı olur. İlk dərimə 3 gün bundan qabaq başlayan fermer hava şəraitinin əlverişli keçəcəyi təqdirdə çiyələk yığımından gün aşırı 60-70 kiloqram məhsul toplamağı hədəfləyir. Aygün Əliyeva, Şahin Mirzəyev, Lənkəran.